Her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri, mektep illeri, ömrümün en şirin duygulu kaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Hele onda bu dünyanın şerrinden, yalanından haberimiz yok idi. Gəm qüssəmiz, kədərimiz bir damcı. Zırşəpək suyu qulaq bilməzdi, yırğancaqla heç ayrılıq bilməzdi. O çökəkdə bir dolandı, bir gəzdi, xeyir şərdə bir süfrəsi var idi. Bəli, xeyir şərdə bir süfrəsi olan Dağ Borçalıdakı 9 para kəndlərimizin adamları 1988-ci il hadisələrində ipi qırılmış muncuq kimi pərən-pərən olub, min bir diyara səpələndilər. Bu bölgənin insanların yaddaşında nurlu bir məkan kimi qalan İlməzli kəndi və o zaman üçün hamının orta təhsil aldığı Dağ Borçalının elm məbədi, Dağ ellərimizin akademiyası kimi nüfuz qazanmış İlməzli Orta Məktəbi bu gün xatirələrdə nağla dönən, nura bələnən bir məktəb kimi qalmaqdadır. Mən bu gün nəyə nail olmuşamsa, nə qazanmışamsa və o məktəbin müəllimlərinə minnətdaram. İlməzli kənd orta məktəbi sözün əsl mənasında həmin dövr təhsilin bayraqdarı idi. Çünki həmin məktəbdə təhsil almaq qürur verici idi. İlməzli orta məktəbinin müəllimlərinin əksəriyyəti çox savadlı, çox təvazökar, çox bacarıqlı, çox tələbkar, çox nizamlı, intizamlı insanlar idilər. İlməzli məktəbinin müəllimləri, onu yetirmələri, şagirdləri haqqında bu gün biz danışırıqsa da, sabah bu bir tarixə dönə bilər. Heç təsadüfi deyil ki, məhz bu məktəbin sayəsində Azərbaycan elmində, Azərbaycan mədəniyyətində, Azərbaycan ədəbiyyatında böyük xidmətləri olan şəxsiyyətlər yetişdi. İlməzli məktəbi Loru Borçalı bölgəsinin Azərbaycan dilində ən qədim tam orta təhsil verən ocaqlarından biridir. Bizim məktəbimiz coğrafi baxımdan uzaqda yerləşməsinə və ola bilsin xəritədə kiçik bir nöqtə kimi görünə bilməsinə baxmayaraq, öz təhsil potensialına və formalaşmış intellektual mühitinə görə böyük şəhərlərin məktəbləri ilə rəqabət aparmağa qabil idi. İlməzli orta məktəbi məndən ötürü elə bir canımdır, qanımdır. Atamın qayğısıdır, anamın nəfəsidir məndən ötürü. O məktəb bizə, mənim zənnimcə, mənim fikrimcə təhsildən başqa həyat fəaliyyətdə, həyat davranışını öyrədir. Biz yaşlı nəslin xatirəsində İlməzli məktəbi əbədi olaraq bir müqəddəs dozaq kimi qalır. Çok seneler geçti, çok seneler geçti, dönen yok seferimden. Gördüyünüz bu şəklin arxasında belə bir yazı var. İlməzli Tam Orta Məktəbinin 5-ci sinif tələbə və talibələrinin birlikdə şəkli 12 oktyabr 1939 tarixdə çəkilib. Ön sırada məktəb direktoru Fərrux Rızayev. Azərbaycan hər kəndi, hər kəsəyi, hər daşı haqqında, hər şəhəri haqqında, hər mədəniyyət abidəsi haqqında, hər ziyalısı haqqında söz demək, elə Azərbaycan tarixinə, tarixi sarayına bir kərpic qoymaq deməkdir. Bu baxımdan sizin baxacağınız, seyr edəcəyiniz bu İlməzli məktəbi haqqında da biz söz demək istədik. İlməzli müəllimlərinin əksəriyyəti artıq dünyasını dəyişiblər. Və İlməzli məktəbinin yetirmələri, alimləri, yazıçıları, şairləri, generalları var. Yəni tanınmış şəxsiyyətləri var. Və bunun haqqında söz deməkdir, oradan da tariximiz haqqında söz deməkdir.
Mənə elə gəlir ki, İlməzli kənd orta məktəbi həqiqi mənada bölgənin akademiyası idi. O məktəbin çox tanınmış məzunları var. Və bu məzunların da belə kifayət qədər şöhrət tapmasında, nə bilim, cəmiyyətdə özünə müəyyən bir mövqe tutmağında məktəbin rolu danılmaz da aydın məsələdir ki, və məktəbin rolunu da, yəni onu ən yüksək səviyyələrə qaldıran aydın məsələdir, məktəbin müəllimləri olub. Mən müəllimlərimi necə xatırlayıram? Misal üçün, mən öz kəndimizdə oxuyanda, Soyuqbulaq kəndində, 8 illik məktəbi orada bitirmişəm. Mənim riyaziyyətə çox böyük marağım var idi. Həmzə müəllim məni fizikanı elə sevdirdi ki, və mən fikirləşmədən qərara gəldim ki, məktəbi qutaran kimi sənədlərimi universitetin fizika fakültəsinə verəcəm. Və elə də elədim. Mən həm təlim, tərbiyəmi orada, təhsilimi də orada almaqla, orada təqribən 5-6 il müəllim kimi də işləmişəm. Öz həmkarlarımla, müəllimlərimlə həmkar kimi çalışmaq həqiqətən də doğrudan insanda çox böyük məsuliyyət hiss elətdirir. Mən onlardan ilk öyrənmələrimin hamısını onlardan öyrənmişəm. Ona görə də həmin müəllimlərimə, İlməzli kənd orta məktəbinin müəllimlərinə dərin təşəkkürümü bildirirəm, minnətdarımı bildirirəm. Yəni onlardan təhsil almasam bəlkə də bugün bu səviyyədə ola bilməzdi heç nə. Zəngil liseyində mənlə birlikdə bizim orta məktəbin məzunu olmuş Məhərrəm Bayramov da çalışırdı. Əməkdar müəllimidir. O həmişə deyərdi ki, İlməzli kənd orta məktəbi Qori müəllimlər seminariyası idi. Qori müəllimlər seminariyası təsirində həmin zonada bir məktəb idi. Müəllimlərimizin orada təkcə bizə dediyi dərslərlə, izahları ilə, mövzuları ilə yox, aşıladığı milli mənəvi dəyərlərlə, toxunduğu qəlblərlə yadda qalırdı. İlməzli kənd orta məktəbinin müəllimlərinin gərgin əməyi, səyi, səbri nəticəsində o məktəb o dövrün təhsilinin bayraqdarı səviyyəsinə yüksələ bilmişdi. Biz birinci sinifə gedəndə bizim sinif müəllimimiz Məhəmməd müəllim, İsmailov Məhəmməd müəllim vardı. O hər birimizə çox böyük qayğı ilə yanaşırdı. Elə biz bir valideyn kimi görürdük. O hamımıza bir-bir yaxınlaşar, bir-birimizlə səmimi olar. Sinifimizdə səhv eləmirsə 30-a yaxın şagird vardı. O vaxt bizim məktəb təmir olduğuna görə biz İsmail müəllimgilin evində oxuyurduq. Orada çox böyük nizam-intizam vardı, qanun qayda vardı. 9-cu, 10-cu sinifə zəif oxuyan uşaqları buraxmırdılar. Kimsə keçirdi 9-cu, 10-cu sinifə, əgər o 9-cu, 10-cu sinifi qutarırsa da, o İlməzli orta məktəbinin attestantını alan 100% hansısa ali məktəbə girirdi. İlməzli kəndi əhatəsində yaslı dağların önündən və içindən keçən çaylar, arxlar axan, ətirli, güllü, çiçəkli yaylaqları və seyrək və meşə zolaqları olan, rəvan ərazidə olan böyük bir kənddir. Bu dədə baba torpaqlarımızdan, qurtlarımızdan didərgin olunduğumuz dövrə qədər kəndimiz həmişə ya açıq mavi sama, pambıq kimi buludların arasından parlayan günəş, ya yaşıl yaylaqları, meyvəli bağlar və xazan yarpaqları, ya arzuladığımız hər tərəf ağ öpəyə bürünmüş qış günləri ilə canlanır xatirələrimdə. Xüsusilə məktəbimizin bağçasında bu mənzərələr daha da yadda qalan idi. Sanki bir əfsanə kimi idi. Loru mahalının tarixi kətlərindən olan İlməzli kənd orta məktəbi də belə bir bizim milli məktəblərimizdən biri oldu ki, heç təsadüfi deyil ki, məhz bu məktəbin sayəsində Azərbaycan elmində, Azərbaycan mədəniyyətində, Azərbaycan ədəbiyyatında böyük xidmətləri olan şəxsiyyətlər yetişdi. Azərbaycan dilçilik elminin nəhənglərindən olan Afat Qurbanovun, bilirsiniz, Afat Qurbanovun Azərbaycan dilçilik sahəsindəki onomastika məktəbinin yaradılması, müstəqillik bərpa olunandan sonra milli əlifbamızın formalaşmasında bu komissiyanın rəhbəri kimi Afat Qurbanovun böyük xidmətləri, ümumi dilçilik sahəsində Afat Qurbanovun xidmətləri əvəz olunmazdı. Afat Qurbanovun 80 illik ömrünün 60 ili Azərbaycan Dövlət Pedaqoji İnstitutu ilə bağlı idi. O, tələbəlikdən rektorluğa qədər böyük və şərəfli yol keçdi. İnstitutda aspirant, assistent, müəllim, dosent, professor, 7 il dekan müavini, 13 il dekan, 30 il kafedra müdürü,
9 il rektor vəzifələrində çalışdı. Mən çox şadam ki, sizin instituta Qırmızı Əmək Bayrağı ordeni vermək və Respublikanın yüksək mükafatını vermək mənə nəsib olmuşdur. Universitetə rəhbərlik etdiyi devirdə Afat müəllim ona qədər bu universitetlə bağlı, onda institut deyirlər, bu institutla bağlı olan bu və ya digər mənfi fikirləri tamamilə alt-üst elədi. Bu universiteti, bu institutu tamamilə yenidən qurdu və o devrin tələblərinə uyğun olaraq onun strukturunu, onun quruluşunu müəyyənləşdirdi və artıq Afat müəllimin 8-9 il ərzində bu universitetə rəhbərlik nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti, nəinki Azərbaycanın, o zamanki SSR-nin pedaqoji ali məktəbləri içərisində ən çox adı çəkilən, ən yüksək nüfuzu olan ali məktəblərdən birinə çevrilmişdir. 19-cu əsrdə də İlməzli kəndi bu bölgənin ən böyük kəndlərindən biri idi. Bunu bizim statistikalar təsdiq eləyir. Əhalinin sayına görə bildiyiniz kimi 19-cu əsrdə bir neçə dəfə kameral siyahıyalmalar aparılıbdı. Bütün Çar Rusiyası ərazisi boyu İlməzli burada ən böyük Azərbaycanlıların məskunlaşdığı ən böyük kəndlərdən biridir və Sovet dönəmində də bu kənddə orta məktəbin erkən fəaliyyətə başlaması, kənar kəndlərin şagirdlərinin də bu məktəbdə yetişməsi bu ərazidən xeyli bizim görkəmli şəxsiyyətlərin çıxmasına səbəb oldu. 9-cu sinifdə oxuyanda hesabladım Qıraşətdən gələn şagirdlərin hardansa 16 kənddən şagird gəlmişdi. Bir tərəfi dağ borçası Başkirsi tərəf, bir tərəfi də deməli İlməzlinin ətrafında olan kəndlərdən gələnlər idi. Özü də çox güclü şagirdlər idi. İlməzli məktəbinin müəllimləri də çox güclü idi. Deməli, İlməzli məktəbinin müəllimlərinin arasında elə bir yarış var idi ki, hansımız daha yaxşı şagird getirəcək. O yetirdikləri şagirdlərə də, yaxşı yetirdiklərinə, yaxşı şagirdlərə də həmişə böyük ehtiram bəsləyərdilər. Öz övladlarını seçməzdilər. Daha yad əldəsən doğma məktəbin. Alimlər yetirdin, şöhrətli, şanlı, şairlər yetirdin qaynar ilhamlı, Şərəfin, Mamedin, dünya ünvanlı, Murad Dəmirçi, Mövlüd Süleymanlı. Afat Qurbanovun nurlu zəkası özünə heyran etdi tanıyan kəsi. Bizim şagirdlərin elmə həvəsi dağlardan güc aldı, dağlara döndü. İgid zabitlərində vətən sevgisi. Eldar Qızıldaşdı, Adil Səncəvər. Hər kəsdə el-oba, yer-yurt həvəsi, hər biri maşallah bir vətənpərvər. Püskürdü vulqan təy, soşdu miraslan, qaçqınlar ağrısı bildi, ağrısın dünyaya eylədi bəyan, həqiqət üstündən duman çəkildi. Nazim İbrahimov, Əhməd Şazımov, Elmxan Zəfərov, Binnətov Qəhrəman, Ali Eyyiboğlu, Yaqub Qurbanov, hər biri bir alim, hər biri loğman. Harada olsaq da yanımızdasan, bizə ilk biliyin mənbəyi oldun. Şirin xatirələrdə yanımızdasan, bizim xatirədə əbədi qaldın. O məktəb bizə mənim zənnimcə, mənim fikrimcə təhsildən başqa həyat fəaliyyətdə, həyat davranışını öyrədir. Çünki bizim müəllimlərimiz və ümumiyyətlə İlməzli kənd orta məktəbinin kollektivi həqiqətən də mən o vaxt belə fikirləşməsəm də indi görürəm ki, həqiqətən də çox dahi və
bugünün tələblərinə, o vaxtdan bugünün tələblərinə uyğun nümayəndələr idi. Cəfərov Mehmet müəllim, hərçənd ki, mən onu görmədim, mən uşaqlıq dövrümə düşüm, amma böyüklər danışır ki, Cəfərov Mehmet müəllimin böyük fəaliyyəti olub. Orada işləyən müəllimlərin hər birinin İlməli kənd orta məktəbinin daha fəal, daha müasir o dövrlər üçün müasir tələblərə uyğun yetişdirilməsi və orada da əllərindən gələnini əsirgəməyiblər. Rus dili müəlliməm olub, Gülayət müəllimə, mən ona həmişə ana kimi baxmışam. Sarı müəllim bir dəfə fizika dərsində ağırlıq təzyiqini göstərmək üçün stolla bizə baş saldı ki, belədir. Mənim fikrimcə İlməli kənd orta məktəbində necə deyim, bacarıqsız müəllim olmayıb. Eyni zamanda bizim çox böyük milli xalq yazıçımız Mövlud Süleymanlının bu məktəbin yetirməsi kimi yetişməsi və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr əvəz olunmazdı. Yəni, bu məktəblərin hamısında, başqa bölgələrimizdə də biz misallar çəkə bilərik. Mən konkret olaraq İlməzli məktəbi haqqında deyirəm. Bu günün özündə belə bu İlməzli məktəbinin yerləşdiyi, coğrafiyanın yetişdirdiyi tarixi şəxsiyyətlər, generallarımız, bizim həmin bölgədən çıxan generallarımız var. Məktəbimiz özünün böyük bir intellektual səviyyəsi ilə çox fərqlənirdi. Bütün fənlər üzrə bilik yarışları keçirilərdi. Məktəbimizin şagirdlərinin qalib gəlməyi nəinki onların özləri üçün, bütün müəllimlər, valideynlər üçün, demək olar, məktəb kollektivi üçün əsl sevinç və qürur mənbəyinə çevrilir. İlməzli Orta Məktəbi bizim üçün yalnız təhsil aldığımız yer deyildi. Bu məktəb bizim üçün əsl biliyin, əsl dostluğun mərkəzi idi. Mənim doğma dayım rəhmətli Cəfərov Məhəmməd olmuşdu. Məktəbdə uzun müddət, 13 il orada direktorluq eləmişdi. Deməli, 57-ci ildən 70-ci ilə qədər 13 il həmən məktəbə rəhbəri eləmişdir. Və mənə ki, siz Miraslan müəllim, deyəndə ki, Cəfərov Məhəmməd haqqında fikir söyləyərsiniz. Vallahi mən biraz çətinlik çəkdim və sonra da fikirləşdim ki, Məhəmməd müəllim haqqında söz demək həqiqi mənada qürur vericidir. Yəni, mənim dayım olduğuna görə yox, sadəcə olaraq Məhəmməd müəllim deyəndə həqiqi mənada müəllim sözü, böyük hərflərlə yazılmış müəllim sözü məhz Məhəmməd müəllimə çox belə yaraşır. Əvvəlcə Tiflisdə müəllimlər seminariyasını bitirdi və ailə vəziyyəti bir balaca çətin olduğuna görə və qayıdıb gəlib kənddə biraz müəllim işlədi və sonra isə sənədlərini Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin Tarix Fakültəsinə verdi və oranı bitirdi. Məhəmməd müəllimin oğlanları böyük oğlu rəhmətli Hamlet müəllim Cəfərov Bakı Dövlət Universitetinin uzun müddət müəllimi işləyib, orada professor vəzifəsini tutmuşdu və kiçik oğlu Cəfərov Avtandil də məhz universitetin məzunu oldu, Universitetin Riyaziyyat Fakültəsini bitirmişdi. İlməzli Orta Məktəbi fəaliyyət göstərdiyi müddətdə 13 direktor işləmişdi. İlk illərdə Məmmədov Museyib pedaqoji kollektivə rəhbərlik edib, yoldaşı Göyərçin də müəllimə olub. Sonra İrəvandan Fərrux Rızayev bir müddət işləyəndən sonra rayon maarif şöbəsinə müdir təyin olunub. Sarı Bəkirov müharibədən qayıdandan sonra onu əvəz edib. 50-ci illərin əvvəllərində Məhərrəm Seyidov Barana rayonunun Körpülük ya Ləmbəli kəndindən gəlib. Ondan sonra 60-cı illərdə Qarəhsayev Sadiq, Pənahov Sədi, Abdullayev İsmail, sonra Mollayev kəndindən Cumrah müəllim fəaliyyət göstərib. Zəkərə İsmailov Soypalar kəndindən. Müləzzim və Müsəllim İbrahimov qardaşları da direktor kimi fəaliyyət göstəriblər. Soypalar kəndindən Məhəmməd Cəfərov məktəbin sonuncu ən çox direktor kimi fəaliyyət göstərən Şamilov Şəmsdan müəllim oldu. 1988-ci il hadisələrindən sonra da İlməzlinin ən çox məskunlaşdığı Şamaxının Sağyan, indiki Günəşli kəndində də pedaqoji kollektivə rəhbərlik edib.
Müəllimlərimiz bizim şagirdlərin hər birimizin nailiyyəti ilə sevinir, gözəl, sağlam rəqabət yaradırdılar. Sağlam rəqabətdə də bilirik ki, hər şeyin inkişafı qaçılmazdır. Müəllimlərimiz olimpiadalar təşkil edirdilər, rayon olimpiyalarında nəticələrimizi görəndə fərəhlə, qürurla qəlbləri dolurdu. Məktəblərimizdə olimpiadalar təşkil olunurdu. O olimpiadalarla bizi sonra göndərirdilər rayonda olan olimpiyada, sonra göndərirdilər deməli, böyük şəhərlərə. Mənim yadımdadır, bir dəfə biz Yerevanda kimyadan olimpiyadada iştirak edirdik. Kalin Rus məktəbinin uşaqları, Şahlazar orta məktəbinin uşaqları və digər kəndlərin uşaqlarıyla bir yerdə iştirak elədiyimiz zaman elə oldu ki, mən kimyadan birinci yerə çıxdım. Erməni uşaqları deyildi ki, təəssüf ki, bu türkdür, amma birinci yerə çıxıb bizim rayondandır. Görürdüm, hamısı buna sevinirdi. İlməzli Orta Məktəbinin müəllimlərinlə görüş təyin eləməyi istədik. Mahmud Qayxiyev, Kemal İbrahimov və İlməzli Ziyadxanla biz Şamaxının Saqiyan kəndinə getdik. Orada Müsəllim müəllimlə, Şəmistan müəllimlə, Vəliyyəddin müəllimlə, İmdad müəllimlə görüşdük və fikrimizi dedik ki, biz belə bir görüş təşkil eləmək istəyirik. Onlar sevindilər və dedilər, böyük məmnuniyyətlə gələcək biz oraya. Və çox təəssüflər olsun ki, bədxahlar həmişə var. Və o zaman bizim görüşümüzü keçirməsinə mane olan adamlar tapıldı. Və biz yer danışmışdıq, pulunu ödəmişdik, nəsə alınmadı. Amma nə yaxşı ki, biz İlməzli müəllimlərini o vaxt həm videonun, həm də lentin, fotolentin yaddaşına köçürə bilmişdik. 88-ci il hadisələrindən sonra Loru bölgəsindən Şamaxıya pənah gətirmiş İlməzli kəndinin ağsaqqalları ilə görüşdük. Dədə baba yurdundan ayrılandan sonra heç vaxt yurt yaddan çıxmayıbdır. Ancaq burada da, bu Azərbaycanda da öz millətimizdir, öz xalqımızdır. Əgər qayıtmalı olsa, ürəklə qayıdaram mən. Ürəklə qaydanda orada biz nəyi görəcəyik? Evlərimizi, ellərimizi görməyəcək yerində axır. Təzdən tikərik. Görməsəz yenidən qurarıq. Öz vətənimizi, öz ata babalarımızın qəbirlərini dev ziyarət edərik. Orada ana vətəndir, yaddan çıxmır. Ancaq biz indi orada gəlmişik, burada da doğma vətən hesab edirik. Yaşayırıq, sağ olun. Ora əlbət ki, dədə baba yurdumuzdur. Biz yaşımızın çoxunu orada yaşamışıq. Ora elə bir yerdir ki, gecə yatanda da yuxumuzda oranı görürük. Bu unudulası bir şeydir. Ancaq bura pənah gətirmişik biz də. İndi məskunlaşmışıq, burada yaşayırıq, burada vətəndir. Bu təhsil ocağında insanlığa hörmət, sevgi, qayğı, dostluq, əzmkarlıq, çalışqanlıq kimi dəyərlər xarakterimizə, davranışımıza əks etdirilirdi. Bu keyfiyyətlər bizə müəllimlərinin və valideynlərimizin, bütün İlməzli cəmaatının gözəl qayğı, davranışları və nümunəvi münasibətləri vasitəsilə öyrədilirdi. Elə burada yadıma düşən ən nümunəvi və mənim həyat fəaliyyətimdə böyük rolu olan uzaq görünənlik nümunəsi olaraq babam Xalidin əlimdən tutaraq gəl ay mənim mühəndis balam deyərək kənddə evlərə qonaq aparardı. O həmin ev sahibləri ilə hal-əhval tutardı və xoş təəssüratla geri dönərdik. Müəllimlərlə bağlı çox maraqlı xatirələrim var. Bizim müəllimlərin əksəriyyəti şagirdlərə qarşı çox tələbkar idi. Bununla yanaşı, deməli, mənim yadımda qalan
müəllimlərdən biri tarix müəllimi idi, Camal müəllim. Camal müəllim bizə o qədər yüksək səviyyədə tarix öyrədirdi. Məktəb illəri, ömrümün ən şirin duyğulu qaygısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin duyğulu qaygısız günləri. Ən çox mənim xatirimdə qalan o məktəbdə yüksək nizam, intizam yaradan Şəmsdən müəllimidir. İlməzli Orta Məktəbinin direktoru, həmin ərazidə böyük nüfuz sahibi olan pedaqoq və riyaziyyat müəllimi, mənim atam Şəmsdən müəllimidir. Direktorun və riyaziyyat müəlliminin qızı olmaq 2 qat artıq məsuliyyət və heç bir zəifliyə yer qoymamaq deməkdir. Müəllimlərimdən, atamdan aldığım bütün dəyərləri işimdə, ailəmdə, tələbələrimə, uşaqlarıma, övladlarıma verməyə həmişə çalışmışam. Bütün xüsusiyyətlərim hamısı o məktəbdən başlanıb. Bugün mən bütün müəllimlərimə minnətdarlıq edirəm, məktəbimə minnətdarlıq edirəm və atama minnətdarlıq edirəm. İndi hərə bir kənddən gəlib, hərə bir ailədə tərbiyə olunub, hərənin bir cür xarakteri var və orada elə bir ümumi atmosfera formalaşmışdı ki, mən öz təxminən yadıma düşürəm, orada doğma qardaş-bacı münasibətləri formalaşmışdı. Böyük tənəffüsdə İlməzli məktəbində hasardan tulladım, sindim aşağı, zəngçiləri vurulanda qaçdım, gəldim evə. Qaçdım, gəldim evə, içəri girəndə atam üzümə bala dedi, bu zaman sən nə yazırsan? Bugün dedi, çərşənbə günüdür, sən çərşənbə günü burada nə yazırsan? Dedim, ata da mən oxumuram. Dedi, bala, nə danışırsan sən? Elə şeyim olar, sən oxumalısan filan. Dedim, nə ilə oxuyum mən? Çörəyim yox, bir şeyim yox, mən nə ilə oxumalıyım? Gəlmişəm ki, heç olmasa kəndin quzusunu götürüm, otarım da, İlməzdə oxuyan saatlı uşaqları məni çağırdılar. Bir gəl, sənin məktub var. Yürə çıxdım yola, məktub verdilər, Camal müəllim yazıb. Tarix müəllimimiz idi. Məktubu tələsik açdım, oxudum. Sən gəlməlisən, qarı yara, qabaqca adam gedir, biz də onun izinlə. Getdik, çıxdıq Ilməzliyə, axşam qaranlıq qarşımda. Gördüm, bu yataqxana deyilən yerin qabağında bir adam ona var gəl eləyir. Onu eşitdim ki, deyir ki, Murad gəldi mi? Dedilər, gəldi. Yaxınlaşıram, bu Camal müəllimdir. Gələn kimi qollu boynuma saldı. Sən hara gedibsən, niyə gedibsən? Səni biz buraxmarıq. Zəkərə müəllimə dedilər, ay Zəkərə müəllim, Raispolkoma zəng elə, qoy 50 manat aylıq versin. O 50 manatla mən davam elədim. Mənimcə o vaxtın müəllimləri əsl ata, əsl valideyn, əsl dostuydular. O vaxtın şagirdləri müəllim deyəndə başqa aləm təsəvvür. Elə bil mən özüm, şəxsən mən özüm müəllim elə bilirdim çörək yemirdi. Bir dəfə olanı danışa bilərəm. Abdullayev Mustafa müəllim bizə rus dil dərsi deyirdi. Dərsə keçəndə uşaqlar keçirmişdi, bir tərbiyəsiz kimi bir söz işlətdi. Gecikmə, dərsə olmaz. Və biz Amerika kəşf eləmişdik ki, Mustafa Məhəmməd Ruqal, elementar bir sözə. Mənim nəzərimcə o vaxtın şagirdləri içimən qarşı. Elə bilirdi ki, vallahi biraz pis çıxmasın, müəllim Allah deyilən bir şeydir. Əvəz olunmaz bir şəxs kimi tanıyırdıq. Mənim nəzərimcə ora mənim üçün həmişə ocaqdır və ocaq olaraq qalacaq. Həm təhsil ocaqdır, həm də ata ocaqdır. Bəli, həm ata ocaqdır, həm təhsil ocaqdır, həm də həyat dərsi deyilən bir ocaqdır. Ötən əsrin 20-ci illərində bütün kəndlərdə olduğu kimi İlməzlidə də dərslər evlərdə, köhnə damlarda tədris olunurdu. 1926-cı ildə İlməzlidə İliş İbtidai məktəb, 1927-ci ildə 7 illik, 1929-cu ildə isə orta məktəb açıldı və bu dağ borsalısında
ilk orta məktəbidir. O zamanlar müəllim çatışmazlığına görə təhsil almaq üçün Zalalıoğlu rayonundan İrəvana və Kəlbəcərə müəllim işləmək üçün adamlar göndərirdilər. İrəvan Türk Pedaqoji Texnikumuna Sarı müəllim, İlyas müəllim, İsmail müəllimi göndərdilər. Qadınlardan da Mələk İbrahimova və Afiyət Bəkirovanı Kəlbəcərdə təşkil olunmuş müəllimlər kursuna göndərdilər. Onlar ibtidai siniflərdə dərs deməyə başladılar və 1956-cı ilə qədər işlədilər. İlməzdə birinci olubdu 4 illik məktəb. Sovet hökumət gələndə mənim atam da 4 illik məktəbi qutarırdı. Özü də ərəb əlifbasından keçiblər, dərsdir. Sonra keçiblər latın əlifbasına. Sonra 7 illik məktəb olub və nəhayət orta məktəb olub. Bazalt daşlarının içində orada 1929-cu il tarixi yazılmış. Bu məktəbin tikilməsində mənim ata-babam Ömər Osmanoğlu, onun çox böyük olubdu. Özü də rus dilini o adam çox öz ana dili kimi bilirdi. Məktəbin tikilişində ətraf kəndlərin adamlarının hamısına məsləhətləşiblər. İlməzi demək olar ki, tam mərkəzdə yerləşir. Mərkəzdə elə məktəbi tikirlər. Məsələn, müəllimlərimizin hamısının bir-birindən, istər cavanı, istər yaşlısı, bir-birindən gözəl yanaşma metodlarından istifadə edirdilər ki, sağlam da rəqabət yaranırdı. Heç vaxt heç kəsin qarşısında belə bir inam yaranmırdı ki, görəsən nə vaxtsa onların etimadını doğrulda bilmərəm. Hamı inanırdı ki, etimadını müəllimlərimizin doğrultmalıyıq və doğruldacaqdır. Onların əzmi, səyi nəticəsidir ki, indi bizim İlməzli kənd orta məktəbinin yetişdirmələri ölkənin çox yerlərini səfələndirir. İlməzli orta məktəbinin müəllim kollektivi soldan sağa, arxa cərgədə Təhməzov Camal, Əfəndiyev Mahmud, 2 qadın rus dili müəlliməsidir. Omarov Ayvaz, Kazımov Bəhlul, hərbi hazırlıq müəllimi. Omarov Əlləz, təsərrüfat müdürü. Oturanlardan Qarasəyev Əliyesə, Kazımov Hacı, Seyidov Məhərrəm, məktəb direktoru olub. Qarasəyev Sadiq, dərs hissə müdürü. Bəkirov Sarı, Mustafayev Osman. Ön cərgədən İsmailov Məhəmməd, Abdullayev İsmail, Kazımov Şəmstanın yanındakı rus dili müəllimidir. Yusubov Rüstəm, Osmanov Osman. Şəkil 1951-ci ilin martında çəkilib. Əsir kəndim, dağ ilməzdim, parçalanmış borçalının parasısan, ürəyimin qövr eləyən yaratsan, sənə vurğun xəyalımın əzizsən, həmdəmisən, ayrılarım könlüm səndən, sən atamın qayğıları, anamın xoş nəfəssən. Hər fəslini əziz bildim, hər yazına, hər qışına, torpağına, hər daşına ürək açdım, köz verdim. Bir məktəbin vardı sənin, acilə bir kənd məktəbi, orta məktəb. Məşhur təhsil ocağı idi. Adı sanı dolaşırdı dodaqlarda, yüksək nüfuz qazanmışdı çox diyarda. Bir yan aram borçası, bir yan baş keçiddən belə, bir yan Qoruzundakı neçə kənddən belə, bu millətin oğlu qızı ürəyində min bir arzu yol alırdı İlməzliyə, bu vətənə, bu millətə layiq övlad olmaq üçün. Bu təhsil ocağının öz qoynunda yetişdirdiyi məzunlar təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərində də elmə, mədəniyyətə və insanlığa töhfə verən şəxsiyyətlərdəndir. Məzunların böyük əksəriyyəti yüksək nəticə ilə bitirirdilər bu məktəbi. Onların arasında Əhməd müəllim, Mədət müəllim, Mübariz müəllim kimi şəxsiyyətləri də vardı.
mütəxəssislər ona son dərəcə yüksək qiymət verirlər və onun apardığı elm tədqiqat işləri son dərəcə yüksək qiymətləndirilirdi. Sonra mənə danışırdı ki, dəfələrlə onu Amerikaya dəvət ediblər, dəfələrlə Yaponiyaya dəvət ediblər, hətta uzun müddətli bir ezamiyyətdə olubdu orada və işləyib, çalışıb və onun elm tədqiqat işlərinin nəticələri o Yaponiyada geniş tətbiq olunubdu və yüksək nəticələr əldə olunub. Mən indi xatırlayıram bizim bitirdiyimiz İlməzli kənd orta məktəbini. Mən bütün belə inamımla deyirəm ki, bütün uşaqlardan seçilən bir sima idi Məhəmməd. Belə qəribə bir ağsaqqallığı var idi, lap uşaq vaxtlarında. Məhəmmədin xüsusi bir istedadı var idi. Sinifimizdə ən kiçik yaşlı buydu. Balaca boylu, qırmızı yanaqlı, simpatik, göyçək bir oğlan. Qıvrım saçlı. Qıvrım saçlı. Onda bir zəhm var idi. Nəinki şagird yoldaşları, müəllimlər ondan salamlaşırdı ayrı cürə. O qədər Məhəmmədin hörməti var idi müəllimlər qarşısında ki, o qazanmışdı bunu öz biliyinə görə. O qeyri-adi bir insan idi. Yaponiya, Almaniya, İspaniya, İngiltərə, Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna və dünyanın bir çox başqa ölkələrində keçirilən elmi simpoziyumlarda onun mühazirə və çıxışları həmişə yüksək qiymətləndirilib. Türkiyədə Professor Məhəmməd Mustafayevin adı bu gün də hörmətlə xatırlanır. Atamla bağlı demək istəyirəm ki, biz 8 uşağıdıq da. Bu 8 uşağın hardasa da 6-sı ali təhsil alıbdır. Mənim böyük qardaşım gözəl rəssam idi, yaxşı rəsm çəkirdi, çox gözəl portret çəkirdi. Mənim yaxşı yadımdadır, Mirzə Fətəli Axundovun portretini çəkmişdi və şərəf lövhəsinin yanında bunları qoymuşlar şəkilləri. Bir də məktəbimizin direktoru Cəfərov Məhəmmədin şəklini çəkmişdi. O evdə çəkdiyinə görə mən bilirdim ki, bu Cəfərov Məhəmmədin şəkildə yağlı boyundan işləmişdi. Elə bil ki, Cəfərov Məhəmməd bu saat sənə deyəcək, bəli, o qədər bir canlı çəkmişdi. Məktəbimizin quruluşca ibtidai siniflər üçün ayrıca bir binası, yuxarı siniflər üçün isə ayrıca tədris korpusu mövcud idi. Fizika, kimya, biologiya fənləri üçün avadanlıqlarla və maketlərlə zəngin sinif otaqları, yataqxanası, eləcə də bağçası, yeməkxanası, idman və gəzinti üçün geniş ərazisi bu tədris ocağının nə qədər mükəmməl qurulduğunu göstərirdi. Vaxtilə bölgəmizin müxtəlif yerlərindən bu məktəbə oxuyub burada məzun olmaq arzusu ilə şagirdlər gələrdi. Onlar üçün ayrıca burada qızlar və oğlanlar yataqxanası mövcud idi. Burada ədəbiyyat və Azərbaycan dili ilə yanaşı digər bütün fənlər də o səviyyədə tədris olunardı ki, qazanılan biliklər şagirdlərin ali məktəblərə qəbuluna tam təminat verərdi. Burada mənə ilk yazmağı, oxumağı öyrədənlərdən gözəl sinif rəhbərimiz Cəmilə müəllimə, Mahmud müəllim, az da olsa dərs verən, ancaq yadda qalan gülərüz, səliqəli və peşəkar xarici dil müəllimlərimiz, Gülabatı müəllimə, bildiyim qədərilə Gülabatı müəllimə xarici dil, biologiyanı da xarici dildə tədris edərmiş. Mustafa müəllim, Vəliyyəddin müəllim, İmdad müəllim, məktəbimizin direktoru Şəmistan müəllim. Hətta xatirimdədir ki, hər yeni tədris ili başlamazdan əvvəl bütün siniflər nizamlı şəkildə böyük məktəbin qarşısında düzülərdilər və ötən ilin yekunu olaraq yüksək qiymətlərlə bitirən şagirdlərə tərifnamələr təqdim edilərdi. Müəllimlərimizin gülərüz və tələbkar olmaları bizləri elə səviyyədə çalışdırırdı ki, dərsə hazırlıqsız gəlmək mümkün deyildi. Hətta demək olar ki, valideynlər də birlikdə bu prosesə qoşulardılar. Yay tətili tapşırıqları isə xüsusi və məqsədli olurdu şagirdlərin inkişafı üçün.
Bir elm adamı kimi, bir o məktəbi qurtarmış bir ziyalı kimi arzu istəyiniz nə olardı? Həm ilməzliklə, həm Qərbi Azərbaycanla, həm də bütöv Azərbaycanla bağlı. Məsələn, çox belə yaralı yerimə toxunursan. Valla mən deyirəm, hərdən birdən o yaşadığım kənd mənim yuxuma girir. Arzum olub ki, nə vaxtsa gəlib o kənddə, bu dağılan, aydın məsələdə orada ev yoxdur. Heç olmasa gəlib o torpağa bir ayaq basaydıq, o torpağın bir havasından udaydıq və yaxud da soyuq bulağın sularından içərdik. Ən böyük arzum bu olub. Biz də bugün indi bu saat İlməzli Kənd Orta Məktəbinin ziyasına yığışmışıq. Hər zaman müəllimlərim yadıma düşəndə həqiqətən də bir anlıq o kəndi elə bil qəlbən səyahət edirəm. Həmin gün biraz bilmirəm sevinç, bilmirəm kədər, qəribə bir hiss bürüyür insanı. Çünki mənim özüm də orada müəllim işləyən zaman ilk zəngi şagirdlərimizi qəbul elədik məktəbin sentyabrın 1-də, ancaq son zəngi çala bilmədik. Son zəngi çalmaq bizə nəsib olmadı. Gələcək bəlkə biz də doğma yurdumuza, doğma məktəbimizə qovuşa bilərik. Gün gələr ki, oraları ziyarət eləyərik. İnşallah Qərbi Azərbaycan da bilirik ki, tarixi türk yurdlarından olubdur. Tarixi türk məsələləri olubdur. İnşallah onlara da qovuşarıq. O arzuda əlbəttə bizim içərimizə. O məktəbi o formada görməsək də, kaş ki görmək, heç olmasa daşlarını, qalıqlarını görmək belə bizə də qismət ola. Özüm və sinif yoldaşlarım adından sizə təşəkkürümüzü bildirirəm, Raslan müəllim. Bir zamanlar yanıb solmuş, lakin heç vaxt sönməmiş bu elm ocağının yenidən alovlandırılmasında sizin böyük payınız vardır. Bu isə sizin doğma ata-baba yurdlarınıza sevginizin, bu məktəbdə aldığınız təhsilin və bu kəndin isti münasibətinə olan sədaqətinizin bariz nümunəsidir. Çox sağ olun ki, bu kənd və onun regionun təhsil ocağı olan məbəd haqqında məlumatlar toplayır, gələcək nəsillərimizi milli mənəvi dəyərlərimizlə tanış edirsiniz. Dəyərlərimizi unutmana yaşatmağımız üçün yaradılan və qoyulan bu sülh şəraitinə, qayıdış konsepsiyasına uyğun olaraq ümidimizin daha da artırılmasına görə qürurlu Azərbaycan Respublikasının prezidentinə Cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Ona can sağlığı arzulayırıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə, Vətən müharibəsi iştirakçılarımıza, eləcə də Azərbaycanımızın bütövlüyü, inkişafı üçün çalışan, onun keşiyində duran bütün Azərbaycan xalqının hər bir fərdinə can sağlığı diləyirəm. Siz İlməzli Orta Məktəbi haqqında baxdığınız bu filmdən xoşunuz gəldisə də nə yaxşı. Və mənim belə fikrim var ki, bundan sonra Qərbi Azərbaycan o cümlədən bizim rayonumuzun, yəni Kalino rayonunun adlandırıldığı Taşer bölgəsi, bu bölgənin kəndləri haqqında da ayrı-ayrılıqda bir film çəkə biləm. Və həm də o bölgənin tarixi şəxsiyyətləri, tanınmış adamları, alimləri, yazıçıları, şairləri haqqında ayrıca film çəkib hazırlaya biləm. Allah qismət eləsin. Özünüzü qoruyun ki, biz bu təzadlı zamanda o görüntüləri görə bilək və bir-birimizə arxa ola bilək, bir-birimizə dayaq ola bilək.